eyni mühitin, eyni təhsil mühitini, eyni ictimai mühitin, eyni jurnalistika mühitini yetirmələrisiniz. Siz belə düşünürsünüz, amma göstərilər də var. Ona görə də keyfiyyətin sayını çoxaltmaq lazımdır ki, onlar olmasın. Ümid edirəm ki, o da indi yəqin ki, o da özlərində işləyəcəkdir. Əgər gənc idisə, əlbəttə ki, ümid var. Belə şeylər olacaq. Mənə elə gəlir ki, heç fərqində deyildi. O da ola bilər. Yəni ən pis odur ki, fərqində olmayasan da. Yəni bəla, ən böyük bəla odur. Ona görə də mən düşünürəm ki, bax bu biz Nəsrəddin Tusin başqa bir şey də deyir ki, elm deyir, bilinəndən bilinməyənə doğru getdikdə təcrübədə sabit olandır. Bu nə deməkdir? Məsələn, biz bilinəndən bilinməyənə doğru gedirik. Bax, bu masa var, düzdürmü? Biz bunu necə bilirik? Bütün bir fiziki parçadır, düzdürmü? Amma bütündürmü? Bax, bu sual özümüzə verən deyirik ki, yox. Bütün deyil axı bu. Gəlin buna mikroskopla baxaq. Baxaq, görəcəyik ki, bu sabit deyil. Burada molekullar var, atomlar var, neytronlar var. Baxacaq ki, bu dururmu? Yox, durmur. Bu hərəkətdədir. Görürsünüzmü? Xaotik hərəkət var. Yəni buna bərkliyi verən o xaotik hərəkətdir. Cismin içərisindəki xaotik hərəkətdir. Yəni biz jurnalistikaya da belə baxmalıyıq. İnformasiya gəldi, bütün qabağımıza ütülənmiş bir tutaq ki, mətndir. Bunun içərisindəki o xaotik hərəkət edən nədir? Bu informasiyanı informasiya edən nədir? Daxilindəki o atomlar, molekullar, fiziki bərk cismin fiziki xassəsindən müqayisə edəcək. Bunları bilməliyik ki, o informasiyanın nə üçün bizim cəmiyyətimizə daxil olduğunu bilək. Baxın, və kimlər tərəfindən ötürüldüyünü bilək. Özümüzü qorumaq. Azərbaycan prezidenti deyir ki, bizim informasiya vətənimiz var, biz onu qorumalıyıq. Biz əslində savaşçılarıq bugün. 13-cü ildə ya 12-ci ildə mən bir monoqrafiya yazdım. İnformasiya imperializmi və media, infoimperializm. Yəni, baxın, bugün klassik imperiyalar yoxdur artıq. Neoimperializm də tükənibdir. Bir infoimperializm var, bizim beynimizi işğal edir. Bizi, orada başqa bir ifadə işlətmişdim, Homo sapiensi Homo informatikusa çevirir. Homo informatikus nədir? İdraki keyfiyyətlərindən deyil, 5-6 yaddaşına toplanmış informasiya ilə ətraf mühiti dərk edən texniki varlıqdır artıq. Homo sapiens, insanın düşüncəsi və qabiliyyətlərindən orada yerində nə qalır? Heç nə. Düzdürmü? Yəni, bu Homo informatikus budur. O dövrdə mən yenə yazmışdım ki, Homo informatikusdan sonra yeni bir mərhələ gələcək, yeni insan tipi Homo hibridikus olacaq, hibrid insan. Amma inanın ki, 12-ci ildə mən bunu yazanda düşünmürdüm ki, belə tez baş verəcəkdir. Buyurun, artıq biz yarı hibrid insanıq, düzdürmü? Homo hibridikus. Bilmirik, o gələn manipulativ informasiyalar, o manipulyasiya insanların şüurlarının gizli şəkildə idarə olması deməkdir. Necə gəlir, necə daxil olur, bizi necə idarə edir? Və bunun qabağında bizim intellektual müqavimətimiz nə dərəcədir ki, məsələn, indi siz bunun fərqindəsiniz. Ona görə buna qarşı biz hazırda bərabər bir üsyan bayrağı qaldırmışıq, düzdürmü ki, belə olmasın. Amma fərqində olmayan artıq Homo informatikusdur. Sabahda Homo hibridikus olacaqdır. Çünki artıq bu proses gedir. Yəni, eyni zamanda, məsələn, görsəl mediada subliminal mesaj deyilən bir mesaj var. Birbaşa əmr göndərilir. İnformasiya əmr göndərir sizə və siz ona riayət edirsiniz. Subliminal mesaj. Bu da gözün görmə sürətindən bağlıdır. Gözün görmə sürəti 24 kadr saniyədir. Yəni, bir saniyədə biz 24 kadr görürük. İndi mən sizi görürəm, siz də məni görürsünüz. Elə bilirsiniz ki, daim məni görürsünüz. Yox. Beyində proses necə gedir? Sizin gözünüz bir saniyədə 24 kadr çəkir, ayrı-ayrı şəkillər göndərir beyin mərkəzinə. Beyində o birləşir, məni canlı görürsünüz. Yəni, proses budur. Bir də var, 25-ci kadr effekti deyilən bir effekt var. Bu necədir, məsələn? Emosional yaddaşa xitab edir. Yəni, bizim görmə sürətimiz 24-dən çox olmadığı üçün 25-i görənmirik. Amma bilirik ki, nəsə baş verdi. Bu düşür, demək, şüuraltı yaddaşa. Amerika Birləşmiş Ştatlarında belə bir təcrübə aparırlar. Deməli, normal vəziyyətdə bir kinoteatra gələn tamaşaçılar kinoteatrdan çıxanda biri kola alır, biri fanta alır, biri marojna alır, biri bilmirəm kofe içir, düzdürmü? Filmdə 25-ci kadr sürətindən izləyicilərə əmr göndərirlər ki, sən çıxanda kola iç, sən çıxanda kola iç. Ənənəvi şəkildə bu rəngərənglik dağılır. Bu subliminal mesajın əmrinin təsiri altında
filmdən çıxanların 98% hamısı gedir kol alır. Gördünüz? Media bir propagandaya dönüşür. Media bu funksiyanı yerinə yetirir. Media bugün bizə deyir ki, xüsusən sosial media, Şah İsmail sənin düşmənindir, Şah İsmail sənin düşmənindir. Halbuki bu İran narratividir. Halbuki bu bizi sevməyənlərin, bizim dövlətçiliyimizi, özümüzün baltalamağımızı istəyənlərin mediaya götürdüyü tezdir. Buyurun. Hamımıza düşmüş yolun dalınca kulağı çıxır getdi. Yəni gələcək nəsil, bizdən sonra gələn nəsil bunu görüb böyüyəcək, düzdürmü? Heç kəs gedib əlinə Şah İsmail Xahtərinin dəhnaməsini alıb oxumayacaq, oradakı o şirin dili görməyəcək, oradakı türk ruhunu görməyəcək, oradakı o mənəvi, estetik, poetik ruhu görməyəcək. Yadında nə qalacaq? Çünki heç kəs oxumaq istəmir. Yadında elə orada gördüyü qalacaq ki, sən demə beləmiş gəlib Azərbaycanda adam öldürüb. Hansı imperator adam öldürməyibdir? Və dövləti necə qururlar? Belə qururlar da. O dövrün tələbləri. Yəni bilirsinizmi, tarixə qarşı savaşmaq cahillikdir. Cahillikdir. Tarixi oxuyarlar, tarixi öyrənərlər, tarixdən ibrət dərsi çıxardarlar. Düzdürmü? İndi gələk bugünkü qələbəmizə. Nə dərəcədə biz onu izah edə bilirik? Nəyə görə bax sosial şəbəkələrdə indi hər kəsin bir qabiliyyəti, bir istedadı var, düzdürmü? Hər şeyi çəkirik, hər şeyi süni intellektlə montaj edilir, bir şey ortaya qoyuruq. Amma qələbəmizi təqdir edən, qəhrəmanlığımızı təqdir edən mövzu gələndə niyə biz süni intellekti ora tətbiq edib, tutaq ki, özümüz fərdi bir blokumuzda, blogerlər dediniz, eləmi? Öz fərdi blokumuzda nəyə görə onu təqdir edən və onu subliminal mesajla yaddaşımıza, gənc nəslin yaddaşına köçürdəcək addımlar atmırıq. Niyə? Fərdi şəxslərdə yalnız qarşıma çıxıb bəzən ki, şəhidlərimizin canlandırılması və salam. Şəhidlərimizi canlandırılması. Ənənəvi mediada da yalnız dövlət kanalı. Yəni bu bilirsiniz, biz həm də bizim sosial varlığımızın, mənəviyyatımızın bir hissəsi dindir. İndi onu canlandırmaq nə dərəcədə doğru mən bilmirəm. Amma mən deyirəm ki, döyüş səhnəsini, cəsarəti, bir əsgərin olum və ölüm qarşısında dilemmasını və nəhayət özünü vətənə fəda etməsini, şuşaya dırmanmasını niyə eləmirik? İdeada gəlin eləyək də. Bir nağıl qəhrəmanımızı niyə gətirmirik bugün süni intellektlə məsələn, düzdürmü? Niyə bugün Azərbaycanın nağıl qəhrəmanlarının turistlər gəlir bu qədər ölkəmizə? Heç gənc nəslin xəbəri yoxdur. Artıq çünki hamı test əzbərləyir. Qabağına qoyub uşaq vaxtından 5 yaşından başlayır test əzbər etməyə. Əzbər düşünməni məhdudlaşdırır. Niyə məsələn bizim nağıl qəhrəmanlarımızın kuklaları yoxdur? Turistə gələndə alsın aparsın, bir biznesmen pul qazansın. Azərbaycanlı da uşaq da görsün ki, bu bizim hamı Barbie ilə yatır, Barbie ilə durur. Göçək Fatmacığın kuklasını olsan olmaz. Əslində Hikmət müəllim, ASTV-nin buna nümunəsi var. Səhv eləmirəmsə 2 film çəkib süni intellekt əsaslı. Daha çox gəlmək lazımdır. Yeni başlayırıq. Əlbəttə ki, bu proses getməlidir. Ona görə də mən düşünürəm ki, bu problemləri danışmaq heç kəs danışmayacaq. Bir şey bilməliyik ki, biz bu problemləri xeyirxah məqsədlə danışırıq və bunu həll etmək üçün danışırıq və əlbəttə ki, vəziyyət ümidsiz deyil. Sadəcə bu nümunələr çoxalmalıdır. Biz böyük bir qələbənin evladlarıyıq. Elə bir qələbənin evladlarıyıq ki, biz bu emosiyanı, bu enerjini, bu yaddaşı, bu siyasi qətiyyəti, bu cəsarəti, dəmir yumruğun bu qüdrətini gənc nəslə ötürməyə sadəcə borcluyuq. Və Azərbaycan prezidentinin dediyi o, biz döyüşkən xalqıq, biz qəhrəman xalqıq, bizim bir dənə fərarimiz yoxdur. Niyə deyir bunları? Biz bunu demək medianın narrativlərinə çevirməliyik ki, əgər kimsə başqa mövqedədirsə, amma bu mövqeyə gəlsin, gecə-gündüz onun beynini, şuurunu o şəkildə formalaşdırmalıyıq ki, qələbəmizə sahib çıxsın, dəyərlərimizə sahib çıxsın, tariximizə sahib çıxsın. Azərbaycan prezidenti nə deyir? Deyir ki, biz ermənilərlə sülh içində yaşaya bilərik, iqtisadi əlaqələrimiz də ola bilər, amma biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yəni, budur. Mənə elə gəlir ki, bax, media bütün bunlar ətrafında gündəm yaratmalıdır və vətəndaşlarımızın başqaları tərəfindən
oğurlanmasının qarşısını almağı bacarmalıdır. Amma etiraf eləyək ki, bu sadəcə həm də medianın işi deyil. Axı media yazığı nə qədər tənqid eləyək və yaxud təqdir eləyək və bu təkcə medianın işi deyil. Bu cəmiyyətin ümumi ictimai müqavimət qabiliyyətinin, cəmiyyətin ictimai reflekslərinin həm də vəzifəsidir ki, biz bunu elə formalaşdırmalıyıq ki, gəldiyimiz bu nöqtənin Azərbaycan prezidenti dediyi kimi gələcək strateji üst mərtəbəsində qura bilək. Bu nədir bu vəzifələr? Yeni milli vəzifələr nədir? Yeni milli vəzifələr bilirsiniz nədir? Tuman xan, Hun imperiyasının qurucusu Meteni düşmənlərinə əsir göndərir. Mete o indiki bu ordu sistemində Hun hökmdarı onluq, yüzlük, minlik ordu qurur və deyir ki, mənim oxumu hara atdım, ora ox atacaqsınız. Bütün əskərinə deyir. Bir gün gətirir, öz sevimli atını qoyur. Deyir, bura ox atacaqsınız. Hamının oxu dönür ona. Amma bəziləri də qıymırlar, atmırlar. Onların başını vurdurur. Sonra gətirir, öz sevimli həyat yoldaşını qoyur, oxunu yönləndirir, ox atır. Burada nə idi? Bax, bu nədir? Sosiologiya bunu indi biz tarixi rəvayət kimi gəlir və biri təqdir edir, biri tənqid edir. Amma baxın, məsələ nədir? Burada bir xalqın kütləvi sinxron hərəkət etmə qabiliyyətidir. Kütləvi sinxron hərəkət millətin sosial sementidir, millətin millət olmasının göstəricisidir. Biz bugün nəyə görə mən misal çəkdim? Dəmir yumruq Qarabağı göstərdi. Xalq hamısı oxunara düşdülər. Ordu düzdürmü? Qarabağ hazır etdik. Sabah dəmir yumruq bizə haranı göstərəcək? Gözümüzü qırpmadan hamımız ora getməliyik. Bəli. Varmı belə cəhət? Ki, tuşlanası cəhət varmı dəmir yumruğun? Var. Hələlik haradır? Azərbaycan prezidenti dedi ki, bizim ailəmiz Türk dünyasıdır. Çünki başqa ailəmiz yoxdur. Hamımız ora tuşlanmalıyıq. Amma nə baş verir? İçəridən görsənmi? Biz danışmalıyıq bugün nədən? Türk dünyasından, Türkistandan, Azərbaycan prezidentinin bu sözlərindən. Amma nədən danışırıq? Türk dünyasının ən böyük imperiyalarından birini qurmuş adamı yıxıb sürüyürük yazıq. Düzdürmü? Amma sənə göstərilən yol başqadır. Başqadır. Bu, sən bilginən, hər birimiz bilməliyik ki, yəni bizə gələn o xaricdən ötürülən bu məsələlər də elə ondan ibarətdir ki, biz bunu görməyək. Nə bilirsən, bəlkə dəmir yumruq sabah başqa bir cəhəti göstərəcəkdir. Mən indi çox açıq danışmaq istəmirəm. Nəyə görə, bax, məsələni görürsünüz, yaxınlarda mühüm bir hadisə baş verdi. Bilirsiniz ki, 8 avqust nə idi? Amerika Birləşmiş Ştatlarında iki mühüm hadisənin il dönümü idi. Baş vermiş iki mühüm hadisənin. Onlardan biri sülh sazişinin paraflanması idi. Düzdür, Ermənistan Azərbaycan arasında. İkincisi, Vaşinqton bəyannaməsi idi. Baxın, birindən danışırıq, bəzən birindən danışmırıq. Yaxşı danışsaq, danışmasaq da. Bu hadisənin il dönümündə görürsünüz nələr baş verdi. Və Marco Rubio bir açıqlama verdi. Dedi ki, Transxəzər və dəhlizinin işə düşməsindən bağlı biz demək, müəssisələr fondu yaratdıq və 201 milyon dollar pul ayırdıq. Biz Transxəzəri neçə illərdir qurmaq istəyirik. Qonşu ölkələrə bizlə düşmən eləyirdilər, gördünüzmü? Amma nə baş verdi? Bir il bundan əvvəl Azərbaycan prezidenti, Özbəkistan prezidenti, Türkmənistan prezidenti sənəd imzaladılar. Bir il sonra, bax, bir neçə gün, bəlkə bir ay olmayıbdır, Türkmənistan prezidenti Azərbaycana gəldi. Azərbaycan prezidenti nə elədi? Xəzər dəniz gəmiçilik, gəmi qayırma zavodlarında istehsal olmuş tanker bağışladı. Görüm nə qədər strateji məsələdir. Transxəzər. Sonra nə baş verdi? Həmən bizə İsmail tezisini, Şah İsmail tezisini göndərən, sırıyan ölkənin Xariclər Naziri dedi ki, biz hələ Xəzərin hüquqi status haqqında konvensiyanı ratifikasiya eləməmişik. Parlamentə göndərmişik, 19-cu ildə hələ eləməmişik. İndi sən əgər bu adamın ölkəsinin göndərdiyi tezisi mənim ölkəmdə informasiya mühitinin trendinə çeviribsənsə və heç bir məsuliyyət daşımırsansa, bu hüquqi məsuliyyətə cəlb edilmək lazımdır bunları. Özü də vəzifə tutursan, sən mən xırdalamaq istəmirəm bu məsələləri. Deyirsiniz media, buyurun, bu da media gerçəkliyimiz.
Ona görə də mən düşünürəm ki, əlbəttə ki, bax bu məsələləri bu şəkildə qoyub və həllinə nail olmalıyıq. Yəni bu cəmiyyətin işidir. Mühitimizin, ictimai mühitimizin işidir. Ondan sonra hər bir Azərbaycanlının vətənpərvərlik borcudur. Mən elə gəlir ki, Allaha şükür ki, 2-ci Qarabağ savaşında bizim bir dənə də fərarimiz olmadı, bir dənə də satqınımız olmadı. Mən elə gəlir ki, müharibədə satqınlıq etmək nədirsə, keçmişimizə daş atmaq da eyni satqınlıqdır. Başqa ölkənin narrativindən, başqa təriqət eynəyindən, keçmişimizə, tariximizə qarşı çıxmaq da elə eyni satqınlıqdır. Təşəkkür edirəm Hikmət müəllim. Elə həm də həmkarlara toxunmaq istəyirəm hər iki istiqamətdə. Deputatlar niyə daha çox sosial şəbəkələrdə deyil, parlamentdə görünməyə üst tuturlar? Biz jurnalistlər nəyə görə hər deputata əlçatan olmuruq? Siz və sizin timsalınızda bir neçə barmaqla sayılası millət vəkilimiz var ki, davamlı bəli sizlərlə müsahibə alırıq, davamlı sizlərlə efirə çıxırıq, amma parlamentin hər bir üzvünə əlçatanlıq yoxdur, tam deyil. Açığın danışaq, doğru danışaq, açıq danışaq. Lütfən. Açıq danışıq, bilirsinizmi? Media çalışır ki, bütün deputatların hər birindən bir demək, analitik təhlilçi düzəltsin. Ondan sonra hər birindən bir mediatik tərəfi olsun. Bütün mövzuları bilən, ondan sonra mədəniyyətdən, siyasətdən, tarixdən, keçmişdən. Amma məsələ elədir ki, biz çox şey istəyirik deputatlardan. Mən indi öz deputat kimliyimi kənara qoyuram, jurnalist kimi baxıram. Düzdürmü? Yəni, deputatlar müxtəlif peşə sahibləridirlər və bu çox sevindiricidir. Çünki müxtəlif komissiyalar var. Çünki Milli Məclisə daxil olan qanun layihələri müxtəlif sahələr üzrə peşəkarları tələb edir. Biri hüquqşünas olmalıdır, biri iqtisadçı olmalıdır, biri sosioloq olmalıdır, düzdürmü? Biri ədəbiyyatçı olmalıdır, biri mədəniyyətşünas olmalıdır. Mediada deyir ki, indi hamınız gəlin, məsələn, mən nə sual versəm cavab verin. Bir insandan bunu gözləmək nə dərəcədə mümkündür, məsələn. Yəni, bax, görürsünüzmü? Ona görə də, bax, burada mən elə gəlir ki, bir qədər sadəcə anlaşılmazlıq var media ilə. Biri həkimdir. Biz həkimi çağırırıq ki, Amerika Birləşmiş Ştatlarında filan qərar oldu, İranla niyə müharibə eləyir Amerika Birləşmiş Ştatları? İndi bu nə deyə bilmir ki, vallahi mən həkiməm. Gəl mənə öz sahəmdən, bax, mən Səhiyyə Komitəsində təmsil olunuram, gəl buradakı qanunvericilikdən danışaq. Mediada deyir, yox, sən deputatsan, mövqe bildir. Bax, mən elə gəlir ki, bax, bu incəliyi biz media mənsubları ki, mən bugün sizlə əməkdar jurnalist kimi danışıram, yəni bir onların da halına doğru qiymətləndirməliyik də. Bu nə gəlsin desin. Yəni deyəndə də başlayacaq media, ha bu görsün necə yanlış burax, səhv elədi və yaxud bir nəyisə doğru demədi. Axı bu adam deyil. Bu iqtisadçıdır, siz ona hüquqi baxımdan sual verəndə o axsayacaq mütləq. Bu həkimdir, siz ona gətirib beynəlxalq münasibətlərdən danışdırmaq istəyirsiniz. Bu olmur axı. Ona görə mən düşünürəm ki, birazca vaxt burada qarşılıqlı anlayış olandan sonra millət vəkillərimiz fəaldılar, çox böyük işlər görürlər. Ondan sonra qanunvericilik birinci funksiyası millət vəkillərinin adı bəlli ali qanunverici orqandır və burada öz mütəxəssis keyfiyyətləri, öz peşəkar keyfiyyətləri və görürsünüzmü? İqtisadiyyat komitəsi varmı? Var. Səhiyyə komitəsi varmı? Var. İnsan hüquqları komitəsi varmı? Var. Dövlət quruculuq hüquq komitəsi varmı? Var. Ondan sonra təhlükəsizlik, korrupsiya qarşı mübarizə komitəsi varmı? Var. Yəni bunların hər birində mənə elə gəlir ki, çox peşəkarlardır. Hətta bu yetmir, biz bir qrup yaradılıb yaxınlarda Milli Məclisdə, bu xarici medianın fəaliyyəti, onların izlənməsi falan. Yəni burada xüsusi intellektual gənclərimiz ora cəlb olundu. Yəni mənə elə gəlir ki, sadəcə bax bu sindromdan xilas olmalı. Artıq vaxtı çatıbdır. Artıq vaxtı çatıbdır. O zaman media ilə hakimiyyət arasındakı körpü hansı formada qurulmalıdır? Həm bir deputat kimi, həm əməkdar jurnalist kimi, həm də bir böyüyümüz kimi. Əlbəttə ki, mənə elə gəlir ki, bu qurulubdur və çox yaxşıdır. Xüsusən son illərdə. Bayaq bir misal çəkdiniz Hikmət Hacıyevdən. Mən elə bir jurnalist təsəvvür edə bilirəm ki, kiminsə əli tutaq ki, Azərbaycan prezidentinin media siyasətini həyata keçirir, elə deyilmi Hikmət Hacıyev? Kiminsə əli ona çatmaz. Bundan gözəl nə ola bilər?
Amma fərqli dövrlərdən biz keçmişik, belə olmur. İndi baxın, ali qanunverici hakimiyyətin qollarından biridir. Və baxın, parlament jurnalistləri var, az qala bütün media qruplarından. Hər bir deputat əlçatandır. Burada hansı biz əlçatmazlıqdan danışa bilərik? Yəni burada da var. Ona görə də mən düşünürəm ki, biraz biz hadisələrə pozitiv baxanda, rasional baxanda mənə elə gəlir ki, hər şey yaxşıdır və yaxşılığa doğru da gedir. Amma deyiləsək hər şey idealdır, onu da özümüzü aldatmış olaraq. Bunun üçün də yenə deyirəm, biz qayıtmalıyıq bütün hallarda özümüzün inkişafımıza, cəmiyyətimizin inkişafına. Heç bir halda nə hakimiyyət özü özlüyündə əlahiddə bir ayrıca bir qurum deyil. Nə media, nə də deputat. Bunların hamısı Azərbaycan ictimai mühitinin, Azərbaycan mənəvi mühitinin, Azərbaycan elmi mühitinin yetişdirdiyi ortaq, necə deyərlər, mənbədən gələn insanlardır, hamısı. Düzdürmü? Ona görə də bax bunu məsələyə belə baxmalıdır. Siz də, mən də, yəni sosiologiya bunu identiklik adlandırır. Bənzərlik. Yəni biz Azərbaycanlılar nə qədər fərqli olsaq da, kənardan baxanda biz o qədər bir-birimizə bənzəyirik, çünki eyni mühitin yetişdirməsiyik. Sosial mühit, Azərbaycan prezidenti çıxışlarının birində dedi, bizi şəxsiyyəti formalaşdıran sosial mühit. Biz fərd olaraq dünyaya gəlirik, amma şəxsiyyət keyfiyyətlərimiz İlk növbədə ilkin ailə mühitində formalaşır, sonra ictimai mühitə keçirik yavaş-yavaş, bağça, məktəb, sonra daha geniş ictimai mühit. Yəni bunun keyfiyyəti nədirsə, biz də oyuq. Yəni biz öz demək, cəmiyyətimizin yetirməliyik. Ona görə də hər birimiz çalışmalıyıq ki, cəmiyyətimizin ümumi keyfiyyətlərini yüksəldək ki, gələcək nəsil bizdən daha keyfiyyətli cəmiyyətdə, daha axıllı cəmiyyətdə, ondan sonra daha inkişaf eləmiş cəmiyyətdə yaşasın. Və biz birlikdə olanda çox daha gözəl görsənirik. Doğrudur. Təşəkkür edirəm Hikmət müəllim. Sizin kimi maarifçi böyüklərimiz sayı çox olduqca biz də sizdən çox şey öyrənirik. Bir daha minnətdaram. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, mövzumuz Azərbaycan mediası siyasəti nə dərəcədə düzgün çatdırır istiqamətində idi. Qonağımız isə millət vəkili Hikmət Babaoğlu idi. Çox sağ olun.